Salam, xoş gördük, əziz şagirdlər. Bugünkü dərsimiz sizinlə icma quruluşunun növbəti mərhələsi olan Tunc dövrü ilə bağlıdır. Qeyd etdiyimiz kimi, eneolit dövrdə qədim insanlar ilk metal olan mislə tanış olmuşlar, lakin eneolit dövrünün sonunda misin tərkibinə sürmə, qalay, nikel qataraq daha möhkəm metal olan tunc əldə etmişlər. Bildiyimiz kimi, qədim insanlar istifadə etdikləri əmək alətlərinə görə dövr özü bölünmüşdür. Tunc dövrü də məhz erkən Tunc dövrü, orta Tunc dövrü və son Tunc dövrü mərhələsinə bölünmüşdür. Erkən Tunc dövrü haqqında bugün sizinlə danışacağıq. Bu dövr eradan əvvəl 4-cü min ikinci yarısından 3-cü minilliyin sonuna qədər davam etmişdir. Bu dövrün mədəniyyəti Kür-Araz mədəniyyəti adlanır, çünki bu dövrə aid maddi mədəniyyət nümunələri Kür-Araz ovalığında aşkar edilmişdir. Birinci böyük ictimai əmək bölgüsü baş vermişdir. Əkinçilik və maldarlıq ayrılır və hər ikisi müstəqil təsərrüfat sahəsinə çevrilir. Əkinçiliklə bağlı hansı məqamlara diqqət yetirək? Erkən Tunc dövrünün ən mühüm kəşfi qışıdır. Belə olan halda toxa əkinçiliyi, qış əkinçiliyi ilə əvəz olunur. Qışın toxadan fərqi onda idi ki, daha geniş təsərrüfat sahəsini şumlamaq olurdu və əkin sahələri bununla da genişlənirdi və daha çox məhsul əldə etmək olurdu. Bu dövrdə əhalinin sayı artmışdır və dağlıq və dağətəyi yerlərdə məskunlaşmağa başlamışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilmişdir. Eyni zamanda süni suvarma bu dövrdə yarandı. Maldarlıqla bağlı desək, artıq köçmə yaylaq maldarlığı meydana gəlir bu dövrdə. Artıq bu təsərrüfat sahəsi də inkişaf edir. Metal işləmə sənətkarlığın sahəsi kimi inkişaf etməyə başlayır və beləliklə də əkinçilik, maldarlıq və metal işləmə olduğuna görə bunlar arasında mübadilə meydana gəlir. Bildiyimiz kimi, getdikcə əməyin daha da ağırlaşması nəticəsində, yəni ailədə, təsərrüfatda, ictimai həyatda kişilərin rolu artır və nəticə etibarilə ata əməyi ön plana keçir. Beləliklə də ana xaqanlığı ata xaqanlığı ilə əvəz olunur. Belə olan halda artıq insanların özünün də yaşayış tərzində müəyyən qədər dəyişikliklər baş verir. Belə olan halda artıq qeyd etdiyimiz kimi üst paleolit dövründə qəbilə mövcud idi. Artıq erkən Tunc dövründə qəbilələrin birləşməsi nəticəsində tayfalar yarandı. Həmən tayfanı ağsaqqallar idarə edirdilər. Beləliklə də bərabərsizlik meydana çıxdı. Yəni əmlak və sosial bərabərsizliyin əsası qoyuldu. Sənətkarlıq sahəsində biz dulusçuluqdan danışmışdıq. Neolit dövründə artıq saxsı qabların istehsalında dulus çarxı erkən Tunc dövründə ixtira edilmişdir. Dəfn mərasiminə gəldikdə isə eneolit dövründə qeyd etdiyimiz kimi ölülər yaşayış məskənlərinin içərisində binaların arasında dəfn olunduğu halda artıq erkən Tunc dövründən başlayaraq ölülər yaşayış məskənindən kənarda dəfn olundu. Ölü yandırma və kollektiv dəfn etmə adəti meydana gəldi. Məhz kurqan tipli qəbirlərin də yaranması bu dövrə aiddir. Dini ayinlərin icrasında isə ibadətgahlar tikilməyə başladı. Belə ibadət evlərinə biz Xaçmaz rayonu ərazisində Sərkərtəpə düşərgəsində, Qazax rayonunda Baba Dərviş düşərgəsində, Naxçıvanda isə Kültəpə və Maxda düşərgələrində rast gəldi. Eneolit dövründə biz qeyd edirdik ki, evlər çiy və bişmiş kərpicdən tikilirdi. Artıq bu dövrdə evlərin bir növrəsi daşdan qoyulur, çiy kərpicdən hörülürdü. Növbəti dövrümüz isə orta Tunc dövrüdür. Bu dövr eradan əvvəl 3-cü minilliyin sonundan 2-ci minilliyin ortalarına qədər davam etmişdir. İkinci ictimai əmək bölgüsü baş vermişdir. Artıq sənətkarlıq bu dövrdə müstəqil sahəyə çevrildi. Sənətkarlığın inkişafı artıq duluzçuluq sənətinin inkişafına bir növ şərait yaratdı. Beləliklə də duluzçular qabları boyamağa başladılar. Beləliklə boyalı qablar mədəniyyəti meydana çıxdı. Azərbaycanın müxtəlif bölgələrində Naxçıvan və Milqarabağ arasında çoxlu sayda duluz ocaqları aşkar edilmişdir. Bu dövrdə ilkin şəhər mərkəzləri yarandı. Azərbaycanın müxtəlif bölgələrində
Qarabağ ərazisində Üzərlik təpədə, Xocavənd ərazisində Nərgiz təpə düşərgəsində, Naxçıvanda 2-ci Kültəpə, Oğlanqala, Urmiya ərazisində Göytəpədə Qədim Şərqin ilkin şəhər mərkəzləri aşkar edilmişdir. Yəni şəhər tipli mərkəzlər aşkar edilmişdir. Beləliklə, erkən tunc dövründə qeyd etdiyimiz kimi mübadilə yaranmışdırsa, artıq sənətkarlığın, əkinçiliyin, maldarlığın inkişafı mübadilənin daha da genişlənməsinə, o cümlədən ticarətin yaranmasına səbəb oldu. Məhz bu dövrdə təsərrüfatın yeni sahələri, bağçılıq, bostançılıq, üzümçülük, şərabçılıq kimi yeni sahələr inkişaf etməyə başladı. Erkən tunc dövründə tayfalar yaranmışdırsa, artıq bu dövrdə tayfaların birləşməsi nəticəsində iri tayfa ittifaqları meydana gəldi. Əgər erkən tunc dövründə sosial əmlak bərabərsizliyi yaranmışdırsa, bu dövrdə sosial əmlak bərabərsizliyi dərinləşir. Növbəti dövrümüz bizim son tunc və ilkin dəmir dövrüdür. Son tunc ilk dəmir dövrü eradan əvvəl 4-cü 7-ci yüzillikləri əhatə edir. Biraz diqqətli olaq burada. Artıq bu dövrdə əmək alətlərinin təkmilləşdirilməsi, məhsuldarlığın artmasına və sənətkarlığın inkişaf etməsinə gətirib çıxartmışdır. Belə olan halda saxsı qabların istehsalında ayaqla hərəkətə gətirilən duluç çarxı ixtira olundu. Erkən tunc dövründə biz qeyd edirdikdə duluç çarxı, lakin burada ayaqla hərəkətə gətirilən duluç çarxı ixtira olundu. Əgər orta tunc dövründə qablar, saxsı qablar vardısa, artıq onların üzərində cızma, yapma, boyama kimi naxışlar vurulmağa başlanıldı. Duluççuluq sənətinin inkişafı artıq yeni bir mərhələyə qədəm qoymuşdur. Metal işləmə sənəti inkişaf etdi. Yəni, erkən tunc dövründə də biz inkişafın şahidi oluruq və növbəti mərhələlərdə də biz bunu izləyirik. Hər üç dövr üçün səciyyəvi xüsusiyyətlərdən biri də 3-cü ictimai əmək bölgüsünün olmasıdır. Beləliklə də sənətkarlar içərisindən sənətkar tacirlər qrupu ayrıldı. Beləliklə, ticarət müstəqil bir sahəyə çevrildi. Eradan əvvəl 1-ci minilliyin əvvəllərindən başlayaraq, daha doğrusu artıq eradan əvvəl 7-ci yüzillikdən dəmirdən daha geniş istifadə olunmağa başladı. Biz sizinlə ümumi tarix dərsində də dəmirdən istifadə haqqında dövlətlərdə də toxunmuşduq ki, Qədim Hindistanda eradan əvvəl 11-ci əsrdə, Çində isə eradan əvvəl 6-5-ci əsrdə dəmirdən istifadə olunur. Dəmirdən geniş istifadə isə əkinçiliyin inkişafına təkan verdi və bununla da daha böyük ərazini şublamaq və daha çox məhsul əldə etmək oldu. Muğamda Uzuntəpə düşərgəsində isə dəmir tiyaları olan tunc dəstəkli qılınc tapılmışdır. Bu dövrdə minik və qoşqu vasitəsi kimi atdan geniş istifadə olunmuş və ata sitayiş ayini yarandı. Eyni zamanda yük daşınmasında dəvədən də istifadə olunmuşdur. Artıq bu dövrdə biz ticarət haqqında danışırıqsa, Şərq ölkələri ilə ticarət əlaqələri genişlənməyə başlayır. Qarabağda, yəni Xocalı ərazisindən diqqətli olaq, tapılan mixi yazılar yazılmış, Asur padşahının adı tapılmış muncuq sübut edir ki, Azərbaycanın qədim Şərq ölkələri ilə ticarət əlaqələrinin olması. Bu ticarət əlaqələri həm quru, həm də dəniz yolu ilə aparılmışdır. Yəni Kür-Araz çayları və Xəzər dənizi vasitəsilə ticarət əlaqələri genişlənmişdir. Bunu Qobustan qayaları üzərindəki gəmi təsvirləri sübut edir. Son tunc dövründə müharibə və hərb işi əsas məşğuliyyət sahəsinə çevrildi. Həmçinin bu dövrdə müdafiə tikililəri, sklopi tikililər inşa edilməyə başlanmışdır. Bu tikililər tacirlər üçün, eyni zamanda küləkli havadan qorunmaq üçün, eyni zamanda düşməndən qorunmaq üçün istifadə olunduğu qeyd olunur. Naxçıvan ərazisində, eyni zamanda Gədəbəyin Ağdam kəndində belə tikili qalıqlarına rast gəlinmişdir. Bu dövrdə eyni zamanda səma cisimlərinə, aya, ulduza, günəşə inam dərin kök saldı. Müxtəlif bölgələrimizdən Qobustanda, Kəlbəcərdə, Abşeron,
Qazax, Naxçıvan ərazisində Tunc dövrünə aid təsviri sənət nümunələri aşkar edilmişdir. Bu dövrdə qayaüstü təsvirlərdə piktoqrafik və ideoqrafik fikirlər öz əksini tapmışdır. Əhalinin təbəqələşməsi isə Qarabağın Borsunlu, Sarıçoban, Xankəndi kurqanlarında aydın görünürdü. Qarabağda Xocalı, Oğuz rayonundakı Kərimli kurqanlarında bizə xəbər verir ki, Azərbaycan ərazisində mülki bərabərsizliyin dərinləşməsi və ibtidai icma quruluşunun dağılmasından xəbər verir. Bu dövrdə eyni zamanda müxtəlif bölgələrimizdə meyvələrin izlərinə də rast gəlinmişdir və sonda belə bir cümlə ilə fikrimizi yekunlaşdıraq ki, Azərbaycanda ibtidai icma quruluşunun dağılması baş verdi. İnsanların həyatında baş verən dəyişikliklər, yəni iri tayfa ittifaqlarının yaranması idi, idarəetmənin adlı sanlı adamların əlində cəmlənməsi, cəmiyyətin varlı və yoxsul təbəqəsinə bölünməsi. Bu da bizim Tunc dövrünə aid ən mühüm məqamlarımız.